Yazıb ki, sənədin baxış rejiminə aid olmayan müəyyən edin PowerPoint. Burada nə deyir? Deyir ki, normal rejim, custom slides, reading view, slide sorter, notes page. Gəlin PowerPoint-da baxaq ki, view lent tabında yerləşir baxış rejimləri və view lent tabında yerləşən baxış rejimləri hansılara aiddir? Baxırıq ki, normal rejim var. Outline view var, slide sorter var, notes page var, reading view var. Amma burada custom slides deyilən bir anlayış var. Slaytların tənzimlənməsi yox. Custom slides harda yerləşir? Slide Show'da misal üçün burada var da Custom Slides Show bax belə bir şeylər var. Bax slaytları nə etmək? Təmizləmək ki, hansı slaytlar göstərsin. Qayda olaraq buna aiddir. Deməli biz çıxırıq. Cavab olur burada B variantı. Paint qrafiki redaktorun fayl adı genişlənməsi hansıdır? Paintdə biz demişdik ki, BMP-dir. Cavab D variantıdır. Əgər qrafik fayl deyirsə, exe icra faylıdır, com.exe, TXT mətn faylıdır, docx Word faylıdır, o da yenə deyirəm də, nədir, mətn faylı text mətnlərinə aiddir. PDF qrafiki fayldır, portable document fayl, yəni A variantını çıxıram, cavabına qalır D variantı. İlkin proqramı maşın koduna çevirən proqram necə adlanır? Uşaqlar, biz bilirik ki, translatorlar ümumi olaraq ilkin proqramı maşın dilinə çevirir. Və çevirmə sözündən əlavə biri var kompilator, bir də var interpreter. Kompilator ümumilikdə maşın dilinə çevirir, interpreter isə hissə-hissə. Komple sözü rus, məsəl üçün türk dilindən demişdim ki, yadınızda saxlayın ki, komple sözü ümumi deməkdir. Ümumilikdə maşın dilinə çevirən məsəl üçün kompilator. Translatorun elə bir iki hissəsi olur da. Bütövlükdə çevrilən kompilator hissə-hissə interpreter. Gəlirəm bu suala. Deyir ki, bu sual onluq ədədin ikilik yazılışındakı sıfırların sayı nəyə bərabərdir? Uşaqlar 1 üstə gələk. Bu ikilik 1 məsəl üçün 2-ni ikilik sayəsində 2 ədədini ikilik sayəsində yazsam nə tür olacaq? 1 bir də 0 olacaq da, düzdürmü? Görək 2 belədirmi? 0 1. İkilik sayəsində belə yazılır. Burada nə olur? 1 0. Sonra 4-ü yazmaq istəsəm, 4 nətərdir? 2 üstü 2-dir də, düzdür? 2 üstü 2-dirsə, birinci 2 gəl, 1 gələcək, sonra 0 0. Yəni bax belə-belə gedəcək, düzdürmü? Bax 1 0 0. Sonra digər ədədlər də eyni qaydada bax belə olacaq. 1 0 0 0, sonra 1 0 0 0 0 və sonra deyir ki, üstünə də deyir 1 gəl. Yekunda da üstünə 1 gəlmək, bütün rəqəmlərin eyni necə 0 0 0 0 0 hamısı olacaq yaddaşda qala gedəcək. Bizdə neçə dənə 0 olacaq? Ümumi olaraq baxacağıq ki, slaytda, yəni şeydə də say sistemində bir dənə 1 olacaq, 10 dənə də arxasında 0 olacaq. Niyə sıfırların sayı çox oldu? Əgər üstünə 1 gəlməsəydi, birlərin sayı çox olacaqdı. Yekunda 1 gəlir deyə, biz misal üçün 1-in üstə 1 gələndə burada cavab 2 kimi görsədən də bu olur 1-0. Bax, qayda olaraq belədir. 1-0 kimi olur. Misal üçün 1 nə deməkdir? 1 üstü 0 deməkdir, bu da 0 deməkdir də. Bu da olur 1-0, 2 deməkdir. Bax, o nədir? 1-0, 0, 1, 2 deməkdir. Yəni bunlar hamısı belə toplana gələndə artıq hamısı 0 olur, bir dənə də 1 olur. Deməli 10 dənə 0, qalanı 1. Yəni A variantı düzgündür. BIOS bu. BIOS nədir? Proqramlaşdırma dilidirmi? Xeyr. Oyun proqramıdırmı? Xeyr. Giriş-çıxış baza sistemidir. Basing, input, output sistemi, yəni giriş-çıxış sistemlərini təyin edir. Mətn fraqmentinin sürətini. Sürət dediyimiz şey kopyalamaqdır. Kopyalamaq uşaqlar, Azərbaycan dilində tərcümədə köçürmək deyirlər. Köçürmək, bir də yapışdırmaq, bax belə deyirlər. Məsəl üçün baxıram ki, burada bizə nə deyir? Bu neçənci sualda? 56-cı sualdır. Deyir, başqa bir yeri yapışdırması. Həmin matın fraqmenti seçib ardıcıl olaraq paste və cut əməliyyatlarını vurmaqla. Əgər mən heç bir şey kopyalamamışamsa, paste-i vuranmaram. Həmin fraqmenti seçib cut düyməsini basmaq, sonra yazılacaq yeri qeyd edərək paste. Bu faylın yerini dəyişdirir. Bizə deyir ki, həmin hissəsini saxlamaqla. Əgər saxlamaqla deməsəydi, onda eləcə saxlamaqla deməsəydi, onda eləcə kopyalayacaq, kat eləyəcəkdim. Amma saxlamaqla deyirsə mən kat eləyə bilmərəm. Kat yerindən kəsir. Ardıcıl olaraq paste əməliyyatı yox. Həmin fraqmenti seçib copy əməliyyatını vurmaq, sonra həmin faylı paste olaraq yapışdırmaq olar. Bir dəqiqə. Paste əməliyyatını vurmaqla. Qayda olaraq belədir. Gəlirəm 57-ci suala. Yazır ki, sənədə Yunan əlifbası hərfləri və ya xüsusi işarələrin yerləşdirilməsi üçün hansı ardıcıllıq yerinə yetirilməlidir? Uşaqlar, Yunan əlifbası ardıcıllıq deyirsə, biz paste bura girirəm.
Bura girəndən sonra burada var insert deyilən bir menyu. Insert menüsündə simvollar əlavə eləməksiniz, buradan əlavə olunur. Yunan əlifbası, nə bilim, bəzi simvollar əlavə eləmək istəyəndə insert menüsündə symbols lent qrupunda. Insert lent tabı symbols lent qrupunda, yəni C variantı. Uşaqlar, burada bir şey yadımdan çıxdı demədim. Baxın, bu həmişə demişəm, yenə deyim. Office proqramlarında mübadilə buferində 24 dənə element, Windows'un özündə 25 dənə element saxlayır. Mübadilə buferini açmaq üçün Windowsda da Windowsdan V düyməsi vurulmalıdır. Yadınızda qalsın, çünki bunu hər dəfə sınaqlarda qarşımıza çıxır. İnanıram ki, qəbulda da yəqin ki, sual düşər. İnformasiya tutumu bu qədər bayt olan məlumat neçə kilobaytdır? Biz baytdan kilobayta, yəni nə etməliyik? Kiçikdən böyüyə doğru keçməliyik. Yəni birinci bitdir, sonra baytdır, sonra kilobaytdır. Kiçikdən böyüyə doğru keçəndə mən bölürəm. Baytdan kilobayta 1024-dür, yəni 210. Bunu 210-a böləndə cavab 4 qalır. 1024-ə böləndə 4096 4 qalır. Təqdimat proqramı barədə hansı fikir doğru deyil? Slayda şəkil, animasiya effektləri animasiya tabından verilir. Bu düzdür. Slayda keçmiş obyektləri ayrıca slayda seçilmiş obyektləri ayrıca çap etmək olar. Bəli. Slide sorter əməliyyatı var ki, biz məsələn Ctrl P düyməsini vursam, istədiyim vərəqləri nə edə bilərəm? Özüm çap eləyə bilərəm. İstədiyim vərəqləri özüm çap eləyə bilərəm. Slaytda seçilmiş obyektləri ayrıca çap etmək olar. Obyektləri, hə. Mən vərəqləri nəzərdə tuturam, obyektləri. Obyektləri belə bir anlayış yoxdur. Müxtəlif saytlara müxtəlif sərlövhələr vermək olar. Bəli, header footerlar ola bilər. Bir səhifədə ən çox 9 slayt çap oluna bilir. Gəlin baxaq görək düzdürmü? Ctrl P-də baxıram ki, full page slaytda maksimum nə qədərdir? 9-dur. Amma Word-də neçə dənədir? 16 dənədir. Baxın, Word-ə girsəm, Word-ün çapında bir slayt vərəqində maksimum 16 dənə vərəq çap oluna bilir. Baxın, bura girsəm, Ctrl P bir vərəqdə maksimum 16 dənə element çap oluna bilir. Amma PowerPoint-da nə qədər imiş? 9 dənə imiş. Slaydın nümayişi zamanı gizlədilməsi setup length qrupundan həyata keçirilir. Bəli. PowerPoint-də bir slaydı gizlətmək istəyirsə, slideshow-da setupda var. Hide slide deyilən bir anlayış var. Burada bir slaydı nə edə bilərik? Gizlədə bilərmişik. Demək, cavab qaldı bir dənə B variantı. Obyektləri deyir. Ayrıca obyektləri çap eləmək olmur. Control panel funksiyalarına aiddir. Kontrol paneldə uşaqlar biz demişdik ki, 3 cürə görüntü rejimində açılır. Kateqoriya görüntü rejimi, large icons, bir də small icons. Burada medium zad yoxdur ha. Kateqoriya, large icons, bir də small icons. İstəyirsiniz görsədək. Baxın. Kontrol panelə girsəm, kontrol panelə girəndən sonra burada sağda var. Kateqoriya görüntü rejimi, large icons, bir də small icons. Yəni bu üç görüntü rejimindən birində açılır. Bizə deyir ki, müxtəlif fayl formatları bir-birinə çevrilməsindən icra edilməsi, fayl sistemi qrafiki təsvir yazılması və ekranda göstərilməsi bu daxilsi yoxdur. Kompüter quraşdırılmış qrup və proqramların sazlanması, sonra Microsoft Office paketinə daxil olan proqram dialoq pəncərə idarə etməsi, proqram və faylların idarə olunması. Sonra kompüter quraşdırılmış qrup və proqramların sazlanması. Burada hardware and sound deyilən bir bölmə var. Baxın, hardware and sound. Bu bölmədə biz printer kompüterə qoşanda buradan təmizləyə bilərik. Device and printers. Yəni bunları yeni bir printer əlavə eləmək istəsək, nə vaxtsa yeni bir printer qoşsaq, mouse, muşka falan qoşsaq, hamısı bizə burada göstərir. Və nə vaxtsa nə hansı telefonlar, hansı device'lar qoşulub, onlar da bizə göstərir. Deməli, kontrol paneldə kompüterə quraşdırılmış qrup və proqramlar sazlanması həyata keçirilə bilir. Gəlirəm 61-ci suala. Alqoritm daha əyani təsvir forması hansıdır? Uşaqlar, əyani təsvir forması bizim gün burada nədir? Blok sxem. Blok sxem. Niyə blok sxem? Yəni təsvir biz blok sxem məsələn yaradanda nətərdir? Birinci giriş tutaq ki, elementləri daxil eləyirsən, sonra şərt bloku belə. Sonra olsa hə qolu, sonra yox qolu, belə-belə təmizlənə bilir. Aşağıdakılardan hansı internet protokollarından birinin adıdır? İnternet protokol deyəndə demişdim ki, axırı P ilə qutaranlarda çox vaxt olur. HTTP, FTP, nə bilim olsun ERC, IGMP, bax bunlar hamısı internet xidmətlərinə aid. Bizə maraqlıdır burada hansı var? File transfer protokol. UTP başqa şeydir. STP UTP kabeldir. UTP tələbə burada çox vaxt Y variantını götürür. UTP file, FTP file transfer protokol. O internet xidmətinə aiddir. Yəni cavab olacaq A variantı. Açıq sistemlərin qarşılıqlı əlaqəsi OSI modelinin hansı məqsədlə yaradılmışdır? OSI modelinin yaradılmasının səbəbi
OSINT 7 dənə səviyyəsi vardır. Fiziki kanal şəbəkə, nəqliyyat, nümayiş, seans, tətbiqi nümayiş etmə. Bizə tutaq ki, deyir ki, müxtəlif açıq sistemlərlə tətbiqi proseslərin qarşılıqlı əlaqəsinin yaradılması. Yəni misal üçün də filan qurğu misal üçün router şəbəkə səviyyəsində işlənilir, biri fiziki səviyyədə işlənilir, biri kanal səviyyəsində işlənilir, onları təyin edir. Bura cavab B-dir. Bu nəzəriyyədir. 63-də cavab B variantı. Gəlirəm 64-də. Dövlət idarəetmə orqanlarının və ya cəmiyyətin İKD-dən istifadə etməklə qarşılıqlı əlaqəsini təmin edilməsi necə adlanır? Əgər dövlət sözü varsa və onların bu tətbiqdən istifadə etməsinin qarşısına həyata keçirdən qarşılıqlı əlaqəni adlandırmaq lazımdır. Bu elektron hökumətdir. Cavab olacaq B variantı. Elektron cəmiyyət, elektron xidmət başqa anlayışdır. Verilənlər bazasında açar nə üçün istifadə olunur? Uşaqlar, verilənlər bazası deyəndə, yəni biz aksesi başa düşürük. IMDB, yəni baza faylı desək, axırı DB database, belə bir formada olur. Açar onun üçün istifadə olunur ki, biz faylda yazıb cədvəl arası əlaqə yaratmaq, faylı dəyişiklik etmək üçün faylı açmaq, sorğu yaratmaq, parol qoymaq. Uşaqlar burada çox vaxtı parol qoymaqda götürür, açar sözünü eşidir, yox. Cədvəllər arasında əlaqə yaratmaq üçün. Bir də uşaqlar, burada açar olanda, misal üçün, burada düzdür, sualda belə verməyib. Açar olanda hansısa bir, misal üçün, hissədə, orada ancaq unikal, tək dəlil, elə bil o məlumat 2 dəfə təkrarlanmaz. Yəni açar olanda onu təyin edir. Cədvəllər arası əlaqə yaratmaq üçün istifadə oluna bilər. A variantı. A-dır burada cavab. Cədvəllər arası əlaqə yaratmaq üçün. Klaviaturada caps lock düyməsi nədir? Bunu hamı bilir. Bir söz sağa hərəkət etmək, bir simvol sola hərəkət etmək, xüsusi simvollar rejimi keçidi, rəqəm rejiminə keçid, böyük hərflər rejiminə keçid. Burada cavab olacaq hansı? Böyük hərflər rejiminə keçidən. Yəni Y variantı. Excel-də aşağıdakı hansı nisbi xanadır? Nisbi deyəndə sadəcə nədir? Standart. Bu belə. Bir var nisbi ünvan, bir var mütləq ünvan, bir də var qarışıq ünvan. Nisbi ünvan deyəndə uşaqlar heç bir dollar işarəsindən, sabitləmə işarəsindən istifadə olunmayan deməkdir. Yəni A variantı. Mütləq ünvan deyəndə hər iki tərəfində olmalıdır. Qarışıq ünvan deyəndə birində olur, birində olmur. Bir də bilin ki, dollar işarəsi heç vaxt sonda qoyulmur. Ya əvvəldə, ya ortada qoyulur, ya da iki tərəfdə qoyulur. Burada cavab A variantıdır. Elektron cədvəlin C11 xanasında göstərilən düstur C12 xanasına köçürüldükdə C13 xanası hansı düstur alınacaq? Uşaqlar, C11 xanasında olan C12 xanasına köçürüldükdən sonra C13 xanasına köçürülür. Elə promote C13 xanasına köçürülmək deməkdir də. Deyil, C11 xanası göstərilən düstur. C12 xanasına köçürüləndən sonra C13 xanasında alınan nəticəni tapın. Aa, 2 dəqiqə. Elektron cədvəlin C11 xanasına göstərilən düstur. C11 xanasına düsturlu göstərilir. C12 xanasına köçürüləndən sonra. Hə, bu C11 ilə C12. C13 xanasına köçürüləndə burada nə olur? B13 olur, düzdürmü? B13 dollar A11 dəyişmir. Çünki niyə? Qarşısında nə işarələr var? Sabit. B13-ün qiyməti neçədir? 4-dür. A A11-in qiyməti neçədir? 3-dür. Burada 1 alınır. Bəs B12-dən A11-i çıxanda nə eləyir? 5-dən 3-ü çıxanda da 2 eləyir. İkisini də toplayanda cavab 3 eləyir. A variantı. Yəqin ki, məni başa düşdünüz. Insert lent tabından text lent qrupunda object düyməsini açılan siyahıdan text from file əmri nə üçündür? Uşaqlar, baxın. Əgər biz fayllar üzərində işləyiriksə, insert lent tabının text lent qrupundakı object düyməsini açılan siyahıdan text from file əmri cari sənədə digər mətn faylının müəyyən fraqment yerləşmə, cari fayl əlaqəsi olan faylı ekrana çıxarmaq üçün baxılan faylın müəyyən bir hissəsini disk ayrıca fayl kimi cari sənədə lazımlı fayl yerləşdirmək üçün sənəddə şəkil yerləşdirmək üçün. Gəlin eləyək. Baxın, insertdə object var, object burada. Lazımi sənəd nümunəsini, məsəl üçün, fayllar arası əlaqəni, tutaq ki, Excel-dən və yaxud da ki, hansısa bir Excel chartdan, hansısa bir fayldan, PowerPoint-dən, Word-dən, Word dokument vursam, OK belə vursam, 2 dəqiqə, mən fayl seçməliyim, object. Bir dəqiqə, tam bir dənə fayl götürək. O görün, bunu götürəcəkmi? Hı. Məlumat deyən çox böyük bir şey götürmüşəm.
Mhm. Görürüz nə baş verdi? Deməli, neynədir? Bizə cari sənədə lazımi faili yerləşdirmək üçün neynədim? İstifadə elədim. Yəni D variantı. Burada qayda oldu bu. Sonra öncündəki yazıları gətirdim. Neyman arkitekturalı hər bir kompüter neçə hissədən ibarətdir? Mərkəzi və periferik hissəsindən ibarətdir. Mərkəzi hissə ilə periferik hissəni əlaqələndirən nədir? Sistem interfeysi deyilən bir anlayışdır. Sistem interfeysi. Mərkəzi hissədə nə yerləşir? Mərkəzi prosesor, bir də nə yerləşir? Daimi yaddaş qurğusu, sistem interfeysidir. Prosesor neçə hissədən ibarətdir? Bir idarəetmə qurğusu, bir də hesab məntiq qurğusu. Daimi yaddaşda RAM-dır, bir də ROM-dur. Yəni əməli yaddaş, ROM da daimi yaddaş, belə deyək. Daxili yaddaş qurğusu daha doğrusu RAM-dır, ROM-dur. RAM əməli yaddaş, random access memory. Bir də ROM var, read only memory. Sistem interfeysi elə bil mərkəzi hissə ilə periferik hissəni əlaqələndirir və periferik hissədə xarici yaddaş qurğusu, daxili yaddaş qurğusu, bir də daxil etmə, xaric etmə qurğusu. İstəyirsiniz bunu bir də mən qısa yazım, siz bunu görəsiniz. Bax, mərkəzi Neyman arxitekturası dedi ki, neçə hissədən ibarətdir? 2 hissədən. 2 hissədən ibarətdir. Bir mərkəzi, bir də periferik. Mərkəzi hissəyə aiddir mərkəzi prosesor və daxili yaddaş qurğuları, daxili yaddaş qurğuları. Mərkəzi hissənin özünün içinə aiddir. Hesab məntiq qurğusu, bir də idarəetmə qurğusu. İdarəetmə qurğusu, belə yazıram. İdarə etmə qurğusu. Periferik hissəyə aiddir daxil etmə qurğusu. DXQ belə yazıram. Daxil etmə qurğusu, xarici yaddaş qurğusu, bir də daxil etmə, xaric etmə qurğusu. Yox, daha doğrusu daxil yaddaş qurğusu yox, idarə etmə pultu. Mən burada idarə etmə pultu. İdarə etmə pultu, xarici yaddaş qurğusu, bir də daxil etmə, xaric etmə qurğusu. Periferik hissəyə bunlara aiddir. İdarə etmə pultu bunlardır. Cavab oldu B variantı. Gəldik bura. Sənəddə 30 səhifə var və bu mətn fraqmentində page səhifəsində bu print əməliyyatı kliklənsə neçə vərəq çap olunur? Uşaqlar 30 səhifə varsa mən deməli nə etməliyəm? Bax burada 38-dən 39-dan götürmürəm. Bir də 21-dən neçəyə qədər götürürəm? 30-a qədər. Çünki mənə 30-a qədər nədir lazım deyil. Baxaq görək bunun içində bizə nə deyir. Görək. Bəs bulanıqda düzdür. Even deyir uşaqlar. Even nədir? Demişdim o təkdir. Hardan bilirəm təkdir? 3 hərflidir. 3 hərfli olan da təkdir. Even deyəndə cütdür. Yəni 4 hərflidir. Biz gəlirik belə baxırıq. Tutaq ki, deyir ki 30 səhifədir. 30 səhifənin misal üçün də burada nədir? 1-dən 7-yə qədər neçə dənə tək ədəd var? Gəlin onlara baxaq. 1-dən 7-yə qədər tək ədədlərin sayı olur 2, 4, 6-dır. 12-dən 15-ə qədər 12, 14, 16-dır. 21-dən 30-a qədər də tək ədədlərin, cüt ədədlərin, daha doğrusu evin cüt ədədlərin sayı üzr sayın. 21-dən 30-a qədər 22-dir, 24-dür, 26-dır, 28-dir, bir də 30-un özüdür. Düzdürmü? Burada neçə vərəq elədi? 3, 6, 6-nın üstə də 5 gələndə 11. Burada 11 vərəqdir. 11-i one side 1-ə bölürəm, yenə 11 qalır. 11-i 1-ə bölürəm, yenə 11 qalır. Sonra bunu vururam neçə dənə vərəqə? 2 dənə vərəqə. Ümumi olaraq cavabda neçə vərəq edir? 11 də 2-yə vuranda cavab edir 22 vərəq. Yəni buna diqqət edin. Sizə deyir ki, 30 səhifə var. Yəni burada vərəqlərin sayı çox verib. Və even deyir. Bu diapazonda, yəni verdiyi bu aralıqda bizə lazımdır ki, ancaq nə ədədlər? Cüt ədədlər. Cüt ədədləri tapırıq. Sonra burada əgər nə bilim bölmə varsa, 2-yə bölmə olsaydı 11-i 2-yə böləcəkdim. 5 onda 5 olacaqdı. O da təxminən 6 vərəq kimi götürəcəkdim. Yəni də əgər burada 2 vərəq versəydi. Burada maksimum 16 dənə vərəq verə bilərdi. Yəni bayaq gördük də PowerPoint-da 9 vərəq idi, Word-da 16 vərəq idi. Nəsə bunlar bu qayda ilə təyin olunur. Gəlirəm uşaqlar bura. Start menüsünü başlatmaq üçün nətər başlada bilər? Yəni start menüsü Windows düyməsindən başlaya bilər. Yəni birinci nədir? 2. Görə əməliyyatlar da varmı? Start düyməsini mouse'un sol düyməsindən də vura bilərik, klikləyə bilərik.
Sol. Şu an sağ düymə kontekst menü açır deyə. Kontekst menü baxın. Windows'un isə sağ düyməni vursam, bu kontekst menüsünü açır. Lazım deyil. 3. Windows klaviaturasını vurmaqla, Ctrl Escape vurmaqla, bəli. Ctrl Escape vurmaqla da biz nə edə bilərmişik? Start menünü aça bilərik. Ctrl Escape. Windows düyməsi. Start menüsünün üstünə. Alt tab başqa şeydir. Alt tab aeroflipdir. Yəni pəncərə arası keçid. Bizə Windows düyməsini açmır. Start menüsü bu başqa. Vəsə, burada getdi. 2, 3, 4, 5. Dizayn rejimində cədvəli xarakterizə edən parametrlər hansılardır? Konstruktor rejimi var. Uşaqlar, burada standart biz məsəl üçün access bazasına girsən, access-ə girsən. Baxaq görə burada new database. Bunun üstə belə vursan. Rekord alırıqmı görəsən? Yəqin ki alırıq. View rejimindən design view rejimini baxıram. OK vururam. Bizə hansı açılır? File name, faylın adını, data type hansılara aiddir? Nə bilim, burada seçə bilərsən number, short text, long text, date time, currency, up to number sayğacdır, yes, no, all object, hyperlink, attachment, calculate, lookup wizard, nə bilim, bu düşmür lookup wizard. Və bunlar file name, burada bizə nə deyir? File name, description, bir də data type. Yəni design view rejimində bunlar açılır. Biz indi gəlirik bunu tapmaq üçün, baxaq görək bizə burada nə deyir? Baxaq. File name, data type, bir dənə description. Yəni 3, 5, bir də neçə? 6. 74-cü suala baxıram. Elektron cədvəl fraqmentində verilmişdir. Fiskas, fənni fizika və ili 1960-dan böyük bərabər olan. Yəni eyni zamanda nə etməlidir? Hər iki şərt ödəməlidir və deyil. Fiskası budur, fiska budur, fiska budur, fiska budur, fiska budur. 1960-dan böyükdürmü? Bəli, 1. 1960-dan böyükdürmü? Bəli, 2. 60-dan böyükdürmü? Bəli, 3. Böyük bərabərdirmi? Bəli, 4. Yəni bu daxildirmi? Yox. Deməli, neçə dənədirmi? 4 dənə saydım da, düzdürmü? Uyğunluğu müəyyən edin. Giriş qurğusu uşaqlar biz burada tapsaq, plotter, printer bunlar hamısı çıxış qurğusudur. Yəni A ilə C çıxış qurğusudur. Mouse əvəzləyicilər, nə bilim, digitizer, nə bilim nələr. Bunlar hamısı aiddir nəyə aiddir? Giriş qurğusuna. Baxıram ki, D variantı nəyə gələcək? 1-ə gələcək. Sonra Skyner nədir? Giriş qurğusudur. 1-ə D-yə. Marşrutlaşdırıcı biz şəbəkədir. Burada demişdik ki, marşrutlaşdırıcıda 2 dənə olur da. Müxtəlif protokollu, müxtəlif topologiyalı. Yəni router. Marşrutlaşdırıcının ikinci adı routerdur. Bir də var ki, e, eyni protokollu müxtəlif topologiyada o bridge idi. Yəni birinciyə D ilə Y gələcək, ikinciyə A ilə C gələcək, şəbəkə qurğusu da B variantına uyğun gəlir. Bu suallar da bizim üçün həll olundu. Aydındır, inşallah başa düşdük. Mən rekordu saxlayıram.